والسلام على رسول الله أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد biz de tebriklere başvuralım. Kardeşimizi tebrik edin. Allah Resulü sallallahu aleyhi ve sellem'i dua ile dua edin. Barakallahu lek ve barak aleyk ve cema beynekuma fi hayr. Allah Teala bu izdivacı hayırlı bereketli etsin. Allah Teala bu evliliği Allah'ın rızasına aktaran bir yol etsin. Ve bu evlilikte ne tür hayırlar varsa hamısını Allah Teala kardeşimiz için yazsın. Ve hemçinin Allah Teala'dan istedik ki Allah Teala onlara Allah'ı seven, Allah'a itaatte büyüyen zürriyet bahşeylesin. Hakikaten zürriyetin hayırlı olması insan için büyük bir hazine. Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki evlat da atanın kazancıdır. Eğer evlat ne kadar hayır emeller ederse o hayır emellerin hamısından sevap azalmadan valideynlere çatır. Ne kadar zürriyet çok olur ve düzgün terbiye olunarsa ve onların sevaplarından valideyne çatır. Yani insanın ömrü ne kadar uzun olsa da artık ölmeyle emeller kesilir. Eğer özünden sonra salih zürriyet bırakarsa ve elim ki insan hayatta minimum ve daha da artır ve onlar da başkalarına sebep olarsa daha da artık yaşamış demek. Ve insanın da hayırlı olması, onun Allah'a olan imanına, Allah'a olan sevgisine ve Allah'a itaat etmesine göre. Yani insanın bu dünyada ucaldan bir şey varsa da o da iman ve salih amel. İman ve salih amel insana hem bu hayatını kazandırır ve hem için ahiretini. Allah Teala buyurur: "Men amile salihan min zekerin ev unsa ve huve mu'min felenuhyiyennehu hayaten tayyibe." Herhangi kişi veya da kadın iman getirdiği halde salih amel ederse biz ona hoş hayat veririz. Yani hoş hayatı kazandıran en başlıca amil iman ve imanın talep ettiği şekilde salih amelleri yerine getirmesidir. İnsan ne kadar bunu doğru olursa ve bir o kadar da kalp huzuru, sevinç, rahatçılık ve asıl hoşbəxtliği əldə edir. Çünkü Allah Teala yani burada demedi ki biz ona bol ruzu vererik, mal dövlət vererik, vəzifə vererik. Allah Teala buyurur ki فَلَنُحْيِيَنَّهُ حَيَاتًا طَيِّبًا. Biz ona hoş hayat vererik. Yani iman getirir. İmanın talep ettiği şekilde amel eden insana hoş hayat vererik. Yani o insan her bir halında hoş hayat içerisinde olan bir insan olur. Hastalık yüz verir, hoşbəxt. Müsibetlerle karşılaşır, yine hoşbəxt. Ve kasıblıq yüz verir, yine de hoşbəxt. Yani kimse diyebilir ki, necə olacaq ki, insan kasıb olsun, xəstə olsun ve diğer sıkıntılarla, ağır acılarla karşılaşsın, hoşbəxt olsun. Yani bəli, iman elə bir nimətdir ki, yani insana her bir halında hoşbəxtçilik kazanılır. Çünkü insan bunun sebebiyle ona üz veren her bir halı düzgün yönettiği için
Allah Teala o insanın qəlbinə sevinç, huzur və rahatçılıq yerləşdirir. Misal olaraq, Allah Teala nimət verir. Və iman gətirən insan bilir ki, o niməti Allah verir. Allahın müvəffəqiyyəti, Allah Teala müvəffəq etdiyi üçün nail olur. Və ona görə o niməti Allaha mənsub edir. Və həmçinin Allahın razı qaldığı yerə onu yönəldərək Allaha şükr edənlərdən olur və buna görə də Allah Teala onun qəlbinə huzur, sevinç yerləşdirir. Amma iman gətirməyən insan nədir? Və yaxud da imanında problem olan və deyir ki, mən bu mal dövləti öz bacarığıma görə, öz hünərimə görə əldə eləmişəm. Yəni Allaha mənsub eləmir. Amma sonra yenə rahat ola bilmir. Yəni o nimətin itmə qorxusu yaranır. Harada saxlayacaq? İtə bilər, yana bilər, oğurlana bilər. Baxmayaraq bir tərəfdən nimət gəlir, ikinci tərəfdən sıxıntı içərisindədir, rahat ola bilmir. Həmçinin müsibət gəldiyi zaman, müsibət anında iman gətirən insan bu əsasla müsibəti düzgün qarşılayır. Və bilir ki, hər bir insan Allahın mülküdür və Allah Teala öz mülkündə istədiyini edir və heç bir etiraz etmir və Allahın bölgüsünə, Allahın təqdirinə razı qalır, təslim olur və Allah Teala o insanın qəlbini hidayət edir. Necə ki Allah Teala buyurur: وَمَنْ يُؤْمِنْ بِاللّٰهِ يَهْدِ قَلْبَهِ Kim Allah'a iman gətirərsə, Allah Teala o insanın qəlbini hidayət edər. Alqama rahimehullah deyir ki, yəni bu o insandır ki, müsibət gəldiyi zaman müsibətin Allah Teala tərəfindən olduğunu bilər və onunla razı qalar, Allahın bölgüsünə, təqdirinə təslim olar və Allah Teala o insanın qəlbini hidayət edər. Yəni qəlbindən razılıq, rahatçılıq yerləşdirər. Amma iman gətirməyən insan isə nədir? Müsibət gəldiyi zaman o işdən qopar, saçını yolur, sinəsini cürür, üzünü vurur. Yəni insan bu hərəkətləri ilə birincisi müsibət geri qayıtmır, ikincisi əsəbi xəstəliyə tutulur, üçüncü, əgər səbr etsəydi böyük savablar əldə edəcək, onu itirir. Çünki Allah Teala buyurur ki, İnnəmə yuvaffəs sabirunə əcrahum bi qeyri hisab. Səbr edənlərin mükafatı hesabsız veriləcəkdir. İnsan bunu itirir. Və bundan da daha dəhşətlisi, daha acısı, aləmlərin Rəbbinin qəzəbini qazanır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allaha izə əhəbbə qavmən ibtələhu. Allah Teala bir qövmü sevərsə, onları imtihana çəkər. Fəmən radiyə fələhu rida. Kim o imtihanda, müsibətdə razı qalarsa, ona Allahın razılığı vardır. Və mən səxita fələhu suht. Və kim qəzəblənərsə, etiraz edərsə, ona Allahın qəzəbi vardır. Yəni görün, iman, yəni nə qədər uca bir nimətdir ki, insana hər bir halında o xoşbəxtliyi, səadəti, sevinci qazandır. Və ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Əcəbən li əmril mümin. Mən mömin insanın işinə təəccüblənirəm. İnnə amrahu kulləhu ləhu xayr. Onun hər bir işi onun xeyrinədir. İn asabəthu sərrau şəkərə fəkənə xeyran. Yəni onun başına xeyirlər, yəni nimətlər gəldiyi zaman şükr edir, onun xeyrinədir. Və in asabəthu darrau sabara fəkənə xeyran. Müsibət gəldiyi zaman səbr edir, yenə onun xeyrinədir. Fəleysə dəlikə illə lil-mümin. Bu mömindən başqası üçün ola bilməz. Niyə ola bilməz? Çünki başqasında ona üz verən bu halları qarşılamaq üçün bu əsaslar yoxdur. O iman yoxdur.
Çünkü insan imanı getirdikten sonra onu artırdıkça her bir halını düzgün karşılamaya müvəffəq olur ve düzgün karşıladığına göre bazen o musibetler onun hakkında bir nimete çevrilir. Zahiren şer görsənir, ama düzgün karşıladığına göre orada büyük nimetler ortaya çıkar. Ona göre İbn Qayyim rahimehullah buyurur ki, Allah Teala kuluna nimet verir. İnsan o nimeti değerlendirmediği zaman Allah Teala derman olarak musibetleri gönderir. İnsan nimetleri başa düşmediği zaman, düzgün yönetmediği zaman sonra başka nimetler gelir, musibetler. Musibetler derman olarak gelir. Ve buyurur ki, eğer bu musibetler olmasaydı, insanı mahveden hastalıklar yüz vererdi. Kalbin sertliği, tekebbürlük, insanın özünden razılığı, öcüb ve bir de fironluk. Yani Allah Teala musibetleri göndermekle birinci kulunu bu hastalıklardan, onu mahveden, bu cür dehşetli hastalıklardan temizleyir. İkinci, onu dünyadaki en uca mertebeye kaldırır. Dünyanın en uca mertebesi, dünyanın en uca derecesi kulluk derecesidir. Allah'a kul olmak, yani Allah Teala'nın emirlerini harda olmasına, hansı halda olmasına bakmayarak yerine getirmektir. Çünkü Allah Teala beşeriyetin en efzeli olan Muhammed sallallahu aleyhi ve sellemi en uca makamlarda kul adlandırmıştır. İsra suresinde Allah Teala buyurur: Subhanellezi esra bi'abdihi leylen minel mescidil harami ilel mescidil aqsallezi barakna havle. Öz kulunu İsra makamıdır. Hansı ki o vaxtı Mekke'den Aksa'ya bir ay yol var idi. Bir aylık yol. Allah Teala Peygamber sallallahu aleyhi ve sellemi bir gecede ora ve oradan da göğe kaldırmış ve geriye kaytarmıştır. Böyle bir uca makamda Allah Teala Muhammed sallallahu aleyhi ve sellemi kul adlandırmış. Gece iken öz bendesini, öz kulunu Mescid-ül Haram'dan Aksa'ya aparan, etrafına bereket verir Aksa'ya aparan Allah Teala münezzehtir. Nabi sıfatlardan ucadır, paktır. Ben dünyanın en uca makamı, en uca derecesi insan istiyorsa onu elde etsin, o kullukla. Yani kulluğu doğrultmakla. Ve ona göre Allah Teala en yüksek insanları ne adlandırır? İbadullah. Allah'ın kulları. İbadur Rahman. Rahman'ın kulları. Yani fikir verirsek eğer dereceye baksa var Müslüman, sonra var ondan da yüksek derece mümin, ondan da yüksek derece muhsin ve muhsinlerin adlarından biri de İbadullah. İbadur Rahman'dır. Ve onların dünyadaki emelleri farklı olduğu için ahiretteki mükafatları da farklıdır. Necə ki Allah Teala İnsan suresinde buyurur: İnnel abrara yeşrabune min ka'sin kana mizacuha kafura. Ebrarlar, yani müminler cennette kafur karışmış bir şarap içecekler. Yani sual ortaya çıkıyor ki bəs o kafurdan kim içecek? Halis. Müminler kafur karışmış şaraptan içecekler. Ve sonra şahit Allah Teala buyurur ki aynen yeşrabu biha ibadullah yufeccirunaha tefcira. Kafur elə bir bulaqdır ki
xalis ondan ibadullah keçəcəkdir, Allahın qulları. Deməli, dünyadakı ən uca dərəcə Allah'a qulluq dərəcəsi. Allah Teala, yəni hamı Allahın quludur. Kafirlər də, onlar da qulluqdan kənara çıxmır. Amma Allah Teala kafirləri Allahın qulları deyərək özünə mənsub etmir, adlandırmır. Allahın qulu olması ən yüksək dərəcədir. Necə ki Allah Teala İblisə deyir ki, İnnə ibadi leysə ləkə aleyhim sultan illə mən ittəbəəkə minəl qavin. Mənim qullarımın üzərində sənin hökmranlığın yoxdur. Sənə tabi olan azğınlardan başqa. Yəni mənim qullarımın üzərində sənin, yəni şeytanın, iblisin hökmranlığı yoxdur. Deməli burada vəsf gəlir. Allahın qulu. Deməli insan qulluğunu nə qədər artıracaqsa, bir o qədər şeytanın boyunduruğundan qurtaracaqdır. Əgər qulluğunda problem yaradırsa, bir o qədər də şeytanın təsiri altına düşür. Ona görə, yəni şeytanın təsirindən çıxanlar kimlərdir? İnnə ibadi. Həqiqətən mənim qullarımın üzərində sənə hökmranlığı yoxdur. Deməli bu müsibətlərlə Allah Teala qulunu təmizləyir xəstəliklərdən və sonra ikinci dünyadakı ən uca dərəcəyə qaldırır. Yəni fikir verirsəz, nə vaxt ki insanın işləri yaxşı gedir, ticarəti və digər sahədə işləri yaxşı gedir və görürsən ki insan dua etmir, ibadətlərindən səhlənkardır. Yəni qulluğunu yerinə yetirmir. Amma nə vaxt ki krizis, böhran gəlir və ona qədər deyirdi ki, mənim başım yaxşı işləyir. Mən ticarəti yaxşı biləm. Niyə filan kəslərin ticarəti yaxşı getmir? Onlar bilmirlər ticarət nədir. Amma bu kriz gələndən sonra, böhran gələndən sonra nə qədər başını işlədir, görür ki, alınmır. Və artıq dərk etməyə başlayır ki, Allahın yardımı olmasa, nə qədər beynini sıxsa da, ağlını işlətsə də xeyri yoxdur. Ondan sonra insan Rəbbinə üz tutmağa, ona tərəf üz tutmağa başlayır. Əllərini Rəbbinə tərəf açıb yalvarmağa başlayır. Yəni öz kasıblığını, öz acizliyini və möhtaclığını Rəbbinin qarşısında izhar etməyə başlayır. Deməli, insan nə qədər kasıblığını, möhtaclığını Rəbbinin qarşısında izhar edərsə, bir o qədər də qulluğu doğrultmuş olur. Və bir o qədər də o insan ucalır. Və o insan ki yalvarmır, ibadət etmir, o insan təkəbbürlü insan sayılır. Çünki Allah Teala buyurur, وَقَالَ رَبُّكُمُ دُعُونِ أَسْتَجِبْ لَكُمْ. Mənə dua edin, duanızı qəbul edin. إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ. Mənə ibadət etməyi təkəbbürlüyünə sıxışdırmayanlar zəlil olaraq cəhənnəm edəcəklər. Deməli, dua etməyən insan, ibadət etməyən insan elə bil ki, təkəbbürlü insan. Yəni, elə bil ki, onun Allaha, Allah Teala'nın rəhmətinə, mərhəmətinə ehtiyacı yox. Əgər biz qul olduğumuzu deyiriksə, qul o kimsədir ki, bədənində olan hər bir zərrəciyi ilə Rəbbinə möhtacdır. Və öz möhtaclığını da, acizliyini də, kasıblığını da Rəbbinin qarşısında izhar edəməlidir. Və nə qədər onu artırırsa, bir o qədər də insan ucalır. İnsanlar da sözsüz ki, müxtəlifdir. Kimisi yaxşı vaxtında Allah'ı tanıyır, çətinliyə çıxan kimi tərk edir. Və kimisi çətinlikdə tanıyır, yaxşılığa çıxan kimi tərk edir. Yəni bunların heç biri o quldan sayılmır. Yəni Allah'ın yardımı, Allah'ın dəstəyi olması üçün. Yəni qulluq hər iki halında olmalı. Allah bu barədə kitabında xəbər verir və buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللّٰهَ عَلَى حَرْفٍ. Yəni insanlardan elələri vardır ki, bir tərəf üzərində, şək üzərində Allah'a ibadət edərlər. فَاِنْ أَصَابَهُ خَيْرٌ اِطْمَأَنَّ بِهِ. Ona bir xeyir yüz verdiği zaman onunla rahatlıq tapar. Yəni bu din, yaxşı dindir ki, işlərin yaxşı gətirir.
və təfsirdə də gətirir ki, əgər gəlir ki, xurma ağacları yaxşı bar verərsə və yaxud da heyvanları yəni yaxşı, yəni onlar bala verirsə və o deyir ki, bu din yaxşı dindir ki, işlərim yaxşı gedir, ibadət edir. Və in asabəthu fitnətun inqalab ala vəchi. Başına bir müsibət gəldiyi zaman tərk edir. Əməllərdən uzaq olur. Amma Allah Teala buyurur: "Fasirat dunya vel ahireh." O insan dünyasını və axirətini uduzmuşdur. Zalika huvel husranul mubin. Əsl husran da, əsl ziyana uğramaq da elə buyurur. İnsan həm dünyasını itirməsi və həmçinin də axirəti. Və həmçinin elə insanlar var, çətinlikdə Allah tanıyır. Və izə məssəl insana durru də'ana li cənbihi əv qa'idən əv qa'id. İnsana bir çətinlik yüz verdiği zaman o bizi çağırar. Oturduğu halda, ayak üstü olduğu halda, yan üstü olduğu halda, bütün hallarda yalvarır, dua edir. فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَنْ لَمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَسَّهُ. Ne vaxt ki biz ondan o çətinliyi qaldırır, o insan elə hərəkət edər ki, elə bil ki bizi çağıran, bize yalvaran o değildir. كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَ. Ve böylelikle de müsriflere, günahkarlara ettiği əməllər gözəl gösterilmiştir. Demek bunların hiçbiri kul sayılmır. Allah Teala buyurur: "Eleysallahu bikafin abde." Meğer Allah Teala öz kuluna, öz bəndəsinə kifayət değildir. Bəli, Allah Teala öz kuluna yardım edendir. Ona kifayətdir, onu çətinlikdən çıxarır. Ama kimdir Allah'ın kulu? Her iki halda Allah'a kul olan ve kulluğu doğrudandır. Necə ki İbn-i Qayyim rahimehullah buyurur: Allah Teala'nın kuluna olan yardımı kulun ibadetinden, kulun itaatinden, kulun kulluğundan asılıdır. Yani insan onu ne kadar doğrularsa, hayata geçirerse, ne kadar tam şekilde olarsa ve Allah Teala'nın ona olan yardımı da tam şekilde olar. Eğer insan onu azaldarsa, Allah Teala'nın ona olan yardımı da azalır. Eğer hiç olmazsa, onda yardım da olmaz. Allah Teala öz kitabında bütün bunları yani izah edir müfəssəl şekilde, yani bizim o doğru yolu hem ahirete aparan yolu tapmamız üçün, həmçinin bu dünyanın əsl saadətini qazanmamız üçün. Yani bundan başka bir yerde vallahi ola bilmez. Niye bu yani arxain deyilir? Çünkü Allah'ın verdiği. Allah Teala buyurur: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim benim zikrimden uzak olarsa onun güzaranı, yaşayışı sıkıntı içerisinde olar. Zikrimden yani Kur'an'dan, Kur'an'da olanlardan uzak olarsa o insanın yaşayışı sıkıntı içerisinde olar. Vallahi insan istediğini yesin, en pahalı yemekler yesin. Dünyadaki en pahalı paltarları giyinsin. Villada yaşasın, xoşbaxt olabilmez. Ve özünüz de bunu tecrübeden geçirebilirsiniz. Ve göreceksiniz ki insanlar var villada yaşayır. Dünyada istediği her bir şeye eli çatır ama yine yüzünden zəhrimar gelir. Yani yüzünde rahatçılık yok. Niye yoktu? Kalbinde olmadığı için insanın yüzüne de çıkmış. Ama olabilir insanın onlardan hiçbirisi yok. Çadırda yaşayır. Suyla çörek yiyir ve soruşursan halın nətərdir, deyir ki elhamdülillah. Allah'a hamd olsun. Yani o kadar nimet içerisindeyik ki sayıp kurtarmak mümkün değil. Yani insan qəlbi rahat. Yani əsl xoşbəxtlik də nədir? Qəlb rahatlığında, o qəlbə də onu yerləşdirən Allah Teala. Yani onu başka yerde axtarmaq, insan axtarsa da onu tapmayacaq. Ona göre insanlar başlayır sigaretten tapmır. Keçir belki içki var, daha maraqlı bir şey. Ona da yönelir, onda da tapmır. Sonra şeytan deyir ki ondan da maraqlı var. Narkotik var, heroin var, qara. Onda da tapmır. Axırda deyir ki ondan da maraqlı bir şey var. Kendini götürürsən, boğazda keçirirsən. Və yaxud da 9 mərtəbəyə çıxsan, oradan özün bırakırsan süper olacaq. Və həm dünyasını məhv edir və həmçinin də ahirət. Onlar da istəyirlər xoşbəxtliyi. Vallahi yoxdur. Başka bir yerde insan onu elde edebilmez.
Əgər artırmaq istəyirsənsə, imanını artır, ibadətini artır və artırdıqca o ləzzəti, o sevinci görəcəksən. Ona görə İbn Qayyim Rahimehullah buyurur ki, itaət edən, ibadət edən insanın misalı Musa Peyğəmbərin anasının misalına bənzəyir. Bildiyimiz kimi, o vaxtı Firon hər doğulan oğlan uşaqlarını öldürürdü. Qorxurdu gözünün yerinə gələrlər. Və Musa Peyğəmbər doğulduğu zaman Allah Teala Kur'an'da diyor: "Vahiyna ila ummi Musa an ardi'i, fa iza khifti alayhi fa alqihi fil yemmi ve la takhafi ve la tahzani inna radduhu ilayki ve ja'iluhu minel mursalin." Yani biz ona anasına vahiy etdik ki, onu əmizdir və qorxduğun zaman onu çaya at, qorxma və kədərlənmə. Biz onu sənə qaytaracağıq. Və bu ana Allahın vədinə inanaraq belə deyilir və onu götürür Fironun ailəsi. Və Allah Teala yəni Musa Aleyhisselam bir gözəllik vermişdi. Onu görən hər bir kəs onu sevirdi. Ona görə Fironun yoldaşı deyir ki, "La taqtuluhu asan yanfa'na aw nattakhidahu walada." Onu öldürməyin. Ola bilsin bizə fayda verər və yaxud onu özümüzə evlad götürərik. Və bu da körpə uşaqdır, südəmər uşaqdır və bunu da süd vermək üçün qadınlar tutarlar. Heç bir qadının döşünü qabul etmir. Sonra onun doğma bacısı deyir ki, bir qadın var, bəlkə onu qabul eder. Öz doğma anasını çağırır, öz doğma anasını. Və ana üçün ən böyük xoşbəxtlik nədir? Ana üçün ən böyük xoşbəxtlik öz balasına, öz ciyər parasına qovuşmasıdır. Amma Firon bilmirdi ki, onun doğma anası olduğunu və əmizlədiyinə görə də ona mükafat verir, maaş verir. Deməli, İbn Qayyim Rahimehullah deyir ki, ibadət edən insanın da misalı belədir. Həm ibadətini, itaətini artırdıqca dünyanın əsl saadətini, xoşbəxtçiliyini əldə edir və üstəlik də axirət mükafatları vardır. İnsan bunun haqqında istəyir. Allah Teala istəyir, Allah Teala hər birimizi o qulluğu doğruldanlardan etsin. Allah Teala xalqımızı hidayət etsin, övliyə eləsin, şirkdən qorusun və qardaşımızı da ailəsiyle birgə həm bu dünyanı və həm axirətdəki saadətə qovuştursun.